Əmir Əl-Möminin buyurur. Allah öz vəlisini, yəni öz dostunu insanlar arasında gizlədib. Heç kimdən bəd axlaq olmuyor. Yəni, insanlar, ona görə Allah Teala və Təbarək insanlar hər zaman, yəni Peyğəmbər vasitəsilə minib əxlaqa dəvət edir. Çünki ola bilər ki, bir insan aramızda ola, o Allahın dostudur. Allah o dostu insanlar arasında gizlədib. O əxlaqlı olmağa dəvət edir ki, o dostun ki, Allah o vəlisini, yəni dostunu gizlədib xalqın arasında, yəni biz bilmirik kimdir. Bizim isə ağlımıza gəlməz ki, məsələn, elə bir insandır ki, o insanı biz, belə də sadə bir insan, ya kasıb, ya fəqir bir insanı balaca bilməyəmilik. Ola bilər ki, həmin adam nə olsun? Allahın dostu olsun.